Salam, hər vaxtınız xeyir, sabahınız xeyir. Bu gün 22-si oktyabr 2025-ci il tarixdir. Mən yenə təkrar olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına, vitse-prezident Mehriban xanıma, baş prokuror Kamran Əliyevə, Milli Təhlükəsizlik Naziri general-polkovnik Əli Nağıyev cənablarına, Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına, əlaqədar təşkilatlara, hüquq mühafizə orqanlarına, 125 millət vəkillərinə müraciət edərək bildirmək istəyirəm ki, mən Əliyev İlqar İsmailoğlu 1960-cı ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Qarayman kəndində anadan olmuşam. 66 yaşım var. 1988-ci ildə də Qərbi Azərbaycandan sürgün olunmuşam. Məlum Qarabağ hadisələri ilə əlaqədar. 1989-cu ildən də Göygöl rayonunun Küçük kəndində məskunlaşmışam. 2013-cü ilə qədər də Göygöl rayonunun Küçük kəndində yaşamışam. 2 evlad atasıyam. 2 balam var. Bir oğlum, bir qızım. Mənim və mənim balalarımın adımıza bir qrup vəzifəli məmurlar. Bu kəndin Göygöl rayonunun Küçük Qarabulaq kəndicilər nümayəndəsi Mehdiyev Mehdi, Milli Kəndicilər nümayəndəsinin müavini Aslanov İsə Müzəffəroğlu, uşaqlarımın dayısı, Milli Təhlükəsizlik Nazirinin əməkdaşı Mehdi Etibar Məmmədov, kəndicilər nümayəndəsi Fərzəliyev Nurəddin, kəndicilər nümayəndəsi Hacıbəyli Fatma özünü təqdim edir. Prezident aparatının müşaviri, baş nazirin müavini, qeyri-hökumət təşkilatının sədri və başqaları 51 olublar. Mən Əliyev İlqar İsmailoğlu'nun və 2 balalarımın adından qeyd etdiyim kimi ölüm şəhadətnaməsi çıxardıblar ki, biz ölmüşük. Bəli, o sənədlər məndə var. O olduğu kimi təqdim edim. Azərbaycan Respublikası Göygöl rayon məhkəməsi. Baxın. Burada vaxtın azlığını nəzərə alaraq olduğu kimi göstərəməyəcəm. Baxın. Burada mənim adıma ruhi xəstəlik və psixi xəstəlik kağızları, mənim və balalarımın adımıza bu da ruhi psixi xəstəlik kağızları var. Bu da Göygöl rayonunun prokurorunun təsdiqlədiyi sənəd ki, mənim və mənim balalarımın adıma ruhi psixi xəstə sənədləri çıxardılıb. Ondan başqa Göygöl rayonunun Qarabulaq kəndicilər nümayəndəsi bu etibar, qeyd etdiyim kimi bu etibar bana açıq atkaravenli deyir ki, konkret deyir ki, İlqar kişi, İlqar, sən düz deyirsən, haqlı deyirsən. Sənin adına, sən İlqarın adına və balalarının adına ölüm şəhadətnaməsi çıxardılıb. Mən sənə arayış verə bilmərəm. Mən Azərbaycan Respublikasının prezidentinə müraciət etdim, əlaqədar təşkilatlara müraciət etdim. Bana Bakı şəhərindən ərizələrin müraciəti məsələsində bax bu sənədlər gəldi. Bu sənədlərdə də qeyd olundu ki, mən Əliyev İlqar Gəncə regional asan xidmətə müraciət edim. Mən bu sənəti götürüb getdim Gəncə asan xidmətə. Gəncə asan xidmət bana bax bu çıxarışı verdi ki, mən gəlim Göygöl rayonunun Qarabulaq kənd icra nümayəndəliyindən icra nümayəndəliyi bu kağızı doldursun. Mən gəldim Göygöl rayon icra nümayəndəliyinə, Göygöl rayon icra nümayəndəliyində hal-hazırda bu Etibar Məmmədov bu sənəti doldurub bana vermədi ki, mən bu sənəti doldurub verə bilmərəm. Niyə verə bilmərəm? Ona görə ki, dedi ki, İlqar, sən haqlısan, mən bu sənəti doldurub sana versəm, ya işimdən könüllü azad olmalıyam, ya da könüllü gedib türmənin qapısını açıb türmədə oturmalıyam. Bax, bu sənəti ona görə çıxardıb vermədi, doldurub vermədi. Bundan əlavə, hörmətli cənab prezident, məni dinləyənlər, mənim Göygöl rayonunun Küçük kəndindəki evimi, mən bu evi, bizim kəndimiz, Göygöl rayonunun Küçük kəndi erməni kəndi olub. Bu kənddə erməni yaşayıb. Mən bu evi Sovetin pulundan 20.000 manat verib almışam. Bu evdən də mən
qızıl tapmışam. 1 ədəd qızıl samovar 4 kilo çəkisində, 2 ədəd qızıl kəmər, 1 ədəd qızıl çini, 1 ədəd də qızıl kəsə tapmışam. Həmin qızıl kəsə, qısaladığım qızılları da bu uşaqlarımın dayısı, əgər buna dayı demək mümkünsə da, olarsa da Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin əməkdaşı Aslanov isə Müzəffəroğlu mənim uşaqlarımın dayısı öz vəzifəsindən sui-istifadə edərək hər yanda vəsiqəsini tətbiq edib, göstərib, məni döydürüb, məni söydürüb, baxın, məni döydürüb, məni söydürüb, mənim evimi bu hallara saldırıb. Həmən bu Aslanov, həmən o göstərdiyim vəzifəli məmurlar öz vəzifələrindən sui-istifadə ediblər, məni toka verdiriblər. Məni 1 ay, 2 ay, 3 ay, 4 ay həbs elətdiriblər. Hətta mən 2015-ci ildə cənab prezident, siz Gəncə şəhərinə gələndə Mehriban xanım Əliyeva ilə mən sizin qəbulunuzda düşdüm Gəncə şəhərində. Mən sözümü, fikrimi bildirdim, çatdırdım. Cənab prezident, təşəkkür edirəm. Lakin bax bu Aslanov isə Milli Təhlükəsizlik Nazirinin əməkdaşı isə vəzifəsindən sui-istifadə edərək mənə həbs elətdirdi. 1 ay, 2 ay, 3 ay, 4 ay qeyd etdiyim kimi. Niyə, nə səbəbə görə? Mən haqqımı istəyirəm, mən hüququmu istəyirəm. Mənim balalarımın adımıza çıxarılan ölüm şəhadətnaməsini qeyd etdiyim kimi ruhi psixi xəstəlik kağızlarını. Bu mənim Göygöl rayonunun Qarabulaq kəndindəki evimin sənətidir. Olduğu kimi göstərirəm. Bu da mənim Göygöl rayonunun Qarabulaq belə Kuşçu kəndində adıma, mənim və balalarımın adımıza verilən 5 hektar 30 sot torpaqdır, əkin biçin torpaq sahəsidir. Bu da mənim Bakı şəhər Nərimanov rayonunda dəyişdirilən evimin, mənzilimin orderidir, sənətidir. Mənim əlimdə qeyd etmişəm, edirəm də. Azərbaycan Respublikası Nərimanov rayon İcra Hakimiyyətinin başçısının sənəti var. Olduğu kimi bax sizə göstərirəm. Bu da Azərbaycan Respublikasının Ali Məhkəməsinin sənətidir və bu da Bakı şəhər Azərbaycan Respublikası Baş Prokurorluğunun sənətidir. Birini oxuyuram. Azərbaycan Respublikası Xanlar belə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı. Xanlar rayonunun Kuşçu kəndi Əliyev İlqar İsmailoğlu'na mənə sizin Bakı şəhəri icra hakimiyyətindən ünvanımıza daxil olmuş, ərizənizə tərəfimizdən baxılmışdı. Müəyyən edilmişdi ki, sizin Rusiya Federasiyasının, yəni mənim Rusiya Federasiyasında yerləşən və mənim şəxsi mənzilim, şəxsi mülkiyyətimdə olan mənzilim xəbərim olmadan Mansurovlar ailəsi tərəfindən Bakı şəhərinə dəyişdirilmişdir. Və hal-hazırda Bakıdakı mənzilimdə Mansurovlar ailəsi yaşayır. Baş prokuror da təsdiqləyir, Nərimanov rayon İcra Hakimiyyəti də təsdiqləyir, Azərbaycan Respublikasının Ali Məhkəməsi də təsdiqləyir. İndi bunlar niyə dəridən qabıqdan çıxıblar? Bunlar niyə Mansurovların adından çıxırlar? Bu da bizim kəndin bələdiyyəsinin sədri Aslanov Boris mənim uşaqlarımın dayısıdır. Bu da hərfə kənd icra nümayəndəsinin müavinidir, bizim kəndin icra nümayəndəsidir və sair və ilə axır. Məndə belə sənədlər çoxdur. Hörmətli cənab prezident, hörmətli vitse-prezident, hörmətli baş prokuror, hörmətli Daxili İşlər Naziri, hörmətli Milli Təhlükəsizlik Naziri. Onların diqqətinizə çatdırım ki, mən Əliyev İlqar İsmailoğlu 2024-cü ilin oktyabr ayının 8-i 9-unda Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eybəcov cənabları Gəncə şəhərinə vətəndaşlarla görüşə gəlmişdi. Mən onun qəbulunda oldum. Ona da bu sənədləri təqdim elədim, fikrimi çatdırdım. 2024-cü ilin oktyabr ayının 10-unda Baş prokuror Kamran Əliyev cənabları Gəncə şəhərinə vətəndaşlarla görüşə gələndə mən Kamran Əliyevin qəbulunda oldum. Ona da fikrimi çatdırdım, bu sənədləri təqdim elədim. Onlara da, sizlərə də hamınıza təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Xahiş edirəm, mənlə mənim balalarımın adıma çıxarılan ölüm şəhadətnaməsi və ruhi psixi xəstə sənədlərinin alınıb bizə verilməsində bizə kömək edir. Diqqətinizə görə çox sağ olun, Allah köməyiniz olsun.